Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accil veliyyikel fərəc. Məkasib kitabından 310-cu dərsi oxuyuruq. Və bəhsimiz bu məsələdədir ki, görək münəccim kafirdir ya kafir deyil. Və bunun üçün də mərhum Şeyx Murtəza Ənsari buyurdu, etiqad baxımından bunlar 4 yerə bölünür. Əlbəttə 4-cü qismini biz oxuduq. Yəni müxtəlif etiqadda olurlar münəccimlər. Və hansı etiqadın sahibi kafirdir, onları mərhum Şeyx Murtəza Ənsari qeyd edir. 4-cü qism, yəni etiqad baxımından bu idi ki, qeyd elədi. Əgər bir münəccimin etiqadı bu ola, ulduzların yerdə baş verən hadisələrə dəlaləti var, nişanədir. Misal vurmuşduq, bir ulduz digər bir ulduza yaxınlaşanda bu əlamətdir, nişanədir yerdə olan hadisəyə. Məsələn, yağış yağmaqlığa, günün çıxmaqlığına, buludun gəlməyinə. Və buyurdular ki, belə bir etiqadın sahibi olan münəccimə kafir demək olmaz. Və bu barədə alimlərin rəyini nəql edirdi mərhum şeyx. Bu gün də neçə alimin sözünü gətirir və buyurur ki, bu sözdən belə çıxır ki, belə bir etiqadın sahibi olan münəccimə kafir demək olmaz. O sözlərdən biri Əlləmənin sözüdür. Əlləmənin sözünü qabaqki dərslərdə oxumuşuq. Əlləmə buyurdu, münəccimlərin 2 dəstəsi bundan ibarətdir ki, onların etiqadı budur ki, ulduzlar, biri budur ki, ulduzlar diridirlər və faili muxtardırlar. İkinci dəstəsi buydu ki, ulduzlar faili muxtardırlar, yəni tam səbəbdirlər bu dünyada olan hadisələri idarə eləməkliyə və lakin onların şuuru yoxdur. Onlar bu işləri görməkdə məcburdurlar. Məsələn, bu 2 dəstəni Əlləmə tənqid edibdir. Bundan bu çıxır ki, biz deyən etiqadda olan münəccim bu 2 dəstədən xaricdir. Biz deyən münəccim nədir? Dedik, etiqadı budur ki, ulduzlar yerdəki olan hadisələrə nişanədirlər. Ona görə də buyurur mərhum Şeyx Ənsari və mimma yəzhəru minhu xurucu haza əmmurdi tənil uləma ələl münəccimin ma təqəddəmə min qovlil Əlləmə rəhiməhullah. Buyurur və mimma yəzhər, bizim bu elədiyimiz söhbətdən belə zahir olur. Xurucu haza, bu etiqad xaric olur. Hansı etiqad ki, qeyd elədik, bizim bəhsimiz budur. Münəccimin etiqadı budur ki, göydəki ulduzlar nişanə və əlamətdirlər yerdəki hadisələrə. Həmən bu etiqad xaric olur. Nədən xaric olur? Əmmurdi tənil uləma. Uləma ki, münəccimlərə tənə edirlər, işqal edirlər, onları pisləyirlər. Bu etiqad uləmanın tənindən xaricdir. Yəni, onu
təni eləmirlər. Mütəqəddəmə min qovlil Əllamə rəhiməhullah. Çünki Əllamənin sözünə, rəyinə baxanda qabaqdakı oxumuşuq, görürük ki, bu etiqad uləmanın tənindən xaricdir. Yəni, uləma onu məzəmmət eləmir. Əllamənin sözü nə idi qabaqda? Əllamənin sözü bu idi. İnnəl munəccimin beynə qailin bi həyatil kəvakib və kunuha failətun muxtarətun və beynə mən qal innəha mucibə. Ki, Əllamə dedi ki, bu iki dəstə məzəmmət olunur. Bir dəstə budur ki, onların etiqadı budur ki, ulduzlar diridirlər və faili muxtardırlar və yaxud ikinci dəstə deyir ki, ulduzlar elə o cürdürlər, onlar aləmi idarə eləməyə qadirdirlər və lakin o idarəçilikdə məcburdurlar. İnnaha mucibətun, yəni məcburdurlar. Bəs bu iki dəstə ki, Əllamənin sözündə mövrid-i təndədir, onları uləma ki, məzəmmət eləyir, bu söylədiyimiz etiqad bundan xaricdir. Bəs bundan xaricdir, yəni nə? Yəni, bunu məzəmmət eləmirlər. Bəs bu da Əllamənin sözündən çıxır, bu rəy və etiqad haqqında. Və yazharu zalik minəs-seyyid rəhiməhullah. Buyurur, həmən dediyimiz zalik yəni nə? Zalik o etiqada gedir ki, münəccimin etiqadı budur ki, göydəki ulduzlar nişanə və əlamətdirlər yerdəki olan hadisələrə. Buyurur, bu zahir olur Seyyid Murtəzanın sözündən. Heysu qal, məsələn, Seyyid Murtəza da belə deyib, bədə italətil kəlam fi təşni əleyhim. Əvvəl Seyyid Murtəza o münəccimlərə, onları pisləməyə, onları danlamağa, kəlamı uzadandan sonra, yəni uzun bir sözdən sonra ki, münəccimləri pisləyəndən sonra deyibdi. Ma haza ləfsuhul məhki. Bu ibarətdən də bu çıxır, mərhum Şeyx Murtəza Ənsari buyurur, mən birbaşa Seyyid Murtəzanın sözünü görməmişəm. Ma haza ləfsuhul məhki. Amma o Seyyid Murtəzanın sözün ki, mənə hekayət eləyiblər, nəql olunub, yəni özüm görməmişəm. O ki, nəql eləyiblər, budur. Seyyid Murtəza deyib ki, və ma fihim əhədun yəzhəbu ilə ənəllaha təala əcrəl adə və ən yəfəl ində qurbi bəzuha min bəzin əv bu'dihi əf'alən min qeyri ən yəkuna lil kəvakib ənfusaha təsirun fi zalik. Seyyid Murtəza deyibdi ki, münəccimlərin içində bir nəfər yoxdur ki, onun fikri bu olsun ki, Allah Taala adəti belə qərar verib ki, filan ulduza yaxınlaşanda ya filan ulduzdan uzaqlaşanda bəs bir para hadisələr baş verir yer üzündə, ulduzların birbaşa onda təsiri yoxdur. Ulduzların bu hadisələrdə təsiri yoxdur. Deyir, münəccimlərin içində bir nəfər yoxdur ki, belə bir etiqadda olsun. Bunu deyibdi, sonra qal. Sonra deyib, və mən iddə minhum hazəl məzhəb, hər kim o münəccimlərin içində bu etiqadı iddia eləsə, desə ki, Allah adəti belə cari eləyib, belə qərar verib, filan ulduza yaxınlaşanda və yaxud uzaqlaşanda filan hadisə baş verir. Əgər belə bir etiqadda olsa, əl-an hazəl məzhəb əl-an və huvə qailun bi xilafə ma zəhəbə iləyhil qudəma. Bu şəxs elə bil, o qudəmanın, o münəccimlərin
O fikirləri ki var, onların hamısının xilafına gedibdir. Və mutəcəmmilun bihazəl məzhəb ində əhlil İslam. Və həmən münəccim əhli İslamın yanında dəstəklənəcək. O bəyəniləcək. O gözəlləşdiriləcək. İntaha. Bəs bundan da Hüseyn Murtazanın da belə sözündən bu çıxır ki, bəs belə anlayırıq ki, əgər bir nəfər belə bir etiqadda olsa, bəs o üləmanın tənindən çıxır və onu bəyənərlər. Lakin zahirul məhkiyən İbn Tavus. Mərhum şeyx buyurur, İbn Tavusun da, Seyyid İbn Tavusun da bu barədə sözü var, fikri var. Onun da etiqadı görək bu barədə nədir? O belə bir münəccimi dəstəkləyir, yoxsa dəstəklənmir? İnşallah gələn dərsimizdə Seyyid İbn Tavusun sözünü mərhum şeyx nəql eləyəcək, onu oxuyarıq. Elhamdülillahi Rabbil aləmin.